Bəs boğaz ətinin əməliyyatdan sonra qanama ehtimalı varmı və pasiyent uşaqdırsa bilməyə bilərmi ki, hazırda qanaması var? Boğaz əti əməliyyatında mən bütün pasiyentlərə bunu deyirəm. Harda və kim tərəfindən olunmasından asılı olmayaraq bütün pasiyentlərdə, bütün yaş qruplarında qanaxma ehtimalı var. Bu ehtimal da 100% bir şey deyil. Amma təbii ki, əməliyyatın biz tərəfdən görülən və pasiyenti, yəni xəstənin ailəsini, valideynlərini ən çox narahat eləyən fəsad boğaz ətinin bəli qanaxmasıdır. Burun ətində belə bir ehtimal çox minimaldır, olmur, belə deyək. Sıfıra yaxındır hardasa, amma boğaz ətində belə deyək ki, 3-5% gördüyümüz bir şeydir. Kitab olaraq 3-5%dir, amma təbii ki, belə deyək, diyeta, ətraf mühitin təsiri, hətta otaq havasının belə təsiri var buna. Daha sıx görürük, yəni 3-5%-dən biraz çoxdur. 10%-ə yaxın belə izah edirəm mən adətən pasiyentlərə. Bəs qanamanın əsas səbəbi adətən nə olur, doktor? Qanamanın əsas səbəbi... Bəlkə bir qida qəbul edirlər, yoxsa nə? Yox, belə deyil. Qida qəbulu, sərt qida qəbulu, bərk qida qəbulu, qatı qida qəbulu bu qanaxma üçün, bu fəsad üçün risk faktoru sayılır. Ancaq ki, bizim ən çox gördüyümüz birinci həftə civarında, 6-7-8-ci günlər civarında, hansı ki, boğazın, ağız boşluğunun selli qırşası yenilənir, belə deyək də, o əməliyyat elədiyimiz nahiyə öz dərisini yeniləyir, lor formada izah eləsək. Buna görə orada çox minimal sızmalar olur, qan sızmalar olur. Bəzi xəstələrdə biraz çox ola bilir, bəzi pasiyentlərdə çox minimal olur. Bir çox pasiyentdə bu müdaxilə tələb eləməyən səviyyədə olur və öz-özünə dayanır. Ancaq ki, davam eləyən və uzun müddət qanaxma olan xəstələri biz təbii ki, əlaqə saxlamalarını bizlə və birbaşa xəstəxanaya gəlmələrini tövsiyə edirik əməliyyat zamanı, əməliyyatdan sonraki erkən dövrdə. Belə, yəni qanaxma ehtimalı var təbii ki, amma ciddi qanaxma olmur.